Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox dadlı kəsmikli ponçik reseptini paylaşıram. Qaba 350 qram kəsmik, 2 ədəd yumurta, yarım stəkan şəkər tozu və 1 paket vanil əlavə edib qarışdırıram. Kəsmiyi öncədən blenderdən və ya süzgəcdən keçirib sonra əlavə etmək lazımdır. Üzərinə 1 çay qaşığı qabartma tozu, 200 qramını əlavə edib xəmiri yoğururam. Xəmir yumuşaq olmalıdır. Xəmirdən kiçik hissələr götürüb toplar hazırlayıram. Yaxşı qızdırılmış bol yağda ponçikləri qızardıram. Servis edərkən üzərinə şəkər pudrası əlavə etdim. Bu reseptlə çox dadlı 32 ədəd ponçik alındı. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.